Günləri may ayının 7-sidir, 2025-ci il. Cəlilabad rayon Soyabulaq kənd sakini Sadiqov Mirxas Musayevoğludur. Gördüyünüz kimi, bu mənim evimdir. İşıq tellərinin bax vəziyyəti. Bu naqillər hamısı yerədəcək. Bu günlər icra hakimində görüşündə olmuşam. Bütün vəziyyətin hamısını demişəm. Bu işıqların vəziyyəti budur. İşıq dirəklərinin bərbad vəziyyətdə olunmasıdır. Bu görürsən, işıq dirəyinin telləri çəkiblər, bu mənim setkama çəpərimi bağlayıblar. Bu görürsən, bu budanı. Mənim təsəvvür etdiyən həyət bacam bərbad vəziyyətdədir. Bu görürsən, teldir. Bu hər vaxt malı, heyvanı, adamı hamısını vura bilər. Çünki bu sökənibdir. İşıq dirəklərin gör nə vəziyyətdədir. İşıq dirəkləri görürsən, hamısı bax yerədəcək. Ağaclar hamısı çürüyübdür, dəmir stolbadır, bu bərbad vəziyyətdə, əllərinə nə gəlib bastırıblar vətəndaşlar. Çünki bunlar hamısı dövlətə ay-bay pul ödəyirlər. Heç kim dövlət qurumlarından bu işə baxmır. Dəfələrlə müraciət eləmişəm. 2022-ci ildə bax, nazirin qəbulunda olmuşam, Energetika nazirinin qəbulunda olmuşam. Fakt hal-hazırda əlimdə məktubda var, ərizə ilə qəbul olunmuşam hamısını. Hələ bugünkü günə qədər məni alladı elə, gəlib çıxan yoxdur. O telin də vəziyyəti bu budanı. Görürsünüz də nə vəziyyətdir. Hamısı yerədəcək. Baxın, görün. Bu budanı. Görün nə vəziyyət. Heç kim baxmır. Aidiyyatı qurumlara dəfələrlə demişəm, heç kim baxmır.